Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün yine vlog çəkirəm. Ümid edirəm ki, bəyənərsiniz. Hal-hazırda kursa gedirəm, birlikdə hazırlaşırıq və vaxtım çox azdır, ona görə tez hazırlaşacaq. Üzümü nəmləndirmişəm, ona görə tez makyaja başlayırıq. Hər zaman elədiyim klasik makyajdır, ona görə yenə tezləşdirəcəm bunu. Neyse, üzərimi geyinim, sonra da saçımı düzəldim, tez çıxım. Klasik şalvar və belə bir köynək geyinəcəm. Üzərimi geyindim, aksesuarlar taxdım. Bu formada oldum. Orada sizə ətraflı göstərəcəm üzərimi. Bu arada bu köynəyin linkini soruşanlar olmuşdu. Digər shorts videoda da. Shortsda link paylaşmaq olmur, amma bu videonun altına linkini yerləşdirəcəm yorumlar hissəsində. Daha çox linkləri Instagram səhifəmdə paylaşıram. Buradan qeyd edəcəm adımı. Oradan da məni izləməyi unutmayın. Günlük storyləri orada paylaşıram. Həqiqətən gecikirəm. Tez saçımı da düzəldim, çıxıram. Saçlarımı da düzləşdirdim. Çox qəşəng oldu. Bilmirəm belə saxlayım, yoxsa nəsə buradan taxım əlavə edeyim saç aksesuarlarından. Belə bir saç tokaları gətirdim. Buradan belə taxım. Necə görünür? Və mən hazırlaşdım, artıq gedirəm kursa, burada liftdən qalxıram. Sizə də ümumi belə kombinimi göstərdim. Gəldim, indi isə sizə kursu göstərirəm, otağımızı. Buranı çox bəyənirəm, istədim sizə də göstərim. Deyəsən 2 dəfədir göstərim sizlər üçün. Bura isə koridorlarımızdır və beləliklə dərsimiz başladı. Mənim bu kursa getmə səbəbim ondadır ki, videolarımı, çəkilişlərimi daha professional şəkildə edirdim, amma istirdim ki, daha professional olsun. Gördüyüm işi daha mükəmməl şəkildə etməyi sevirəm. Klasik qız bürcü. Onun üçün də kursa gəldim və heç peşman deyiləm, çünki nə qədər şey öyrəndim. Və dərsdən çıxdım, gün boyu heç bir şey yeməmişdim. Papa gəlib məni götürdü, belə bir gofret almışdı, çox sevirəm həqiqətən. Və daha sonra gəldim evə, biraz piano dərslərim var idi, onları hazırladım. Daha sonra isə maska seçdim özümə. Həftədə bir dəfə çalışıram üzümə belə parça maskalardan istifadə edim. Səhərdə universitetdə düşündüm ki, tam yeridir. Burada saçıma tonik vururam və maskanı üzümə yerləşdirməyə çalışıram. Üzümdə olan təmizliyi, parlaqlığı, canlılığı görürsünüz. Çox qəşəng oldu. Həftədə bir dəfə belə maska edirəm üzümə. Maskaları soruşsaz arzumdan alıram. Yəni o dəqiqə effektini görürəm. Mən çox bəyənirəm parça maskaları. Bəziləri deyir ki, parça maska boş şeydir. Qətiyyən deyil. Ən azından özünüz istifadə edib öz üzərinizdə nəticəni görə bilərsiniz. Mən hər zaman istifadə etmişəm parça maskalardan və çox bəyənirəm. İndi isə keçirəm dərslərimi eləməyə. Sabah universitetdə vlogu burada dayandırmıram. Sabah da çəkəcəm, çünki gördüm ki, vlog qısa alınıb. İstədim çəkmişkən uzun olsun, sizlər üçün də maraqlı olsun. Növbəti gündən hər kəsə salam. Artıq universitetə gedirəm. Burada isə sizə koridorumuzla birlikdə kombinimi göstərirəm. Daha sonra isə dərsimiz başladı. Buradan isə bəzi kadrları sizlər üçün çəkmişəm. Dərsimiz bitdikdən sonra isə qızlarla birlikdə bufetə düşdük və sonra növbəti dərs başladı. Tənəffüslərimizdə də hər zamanki kimi özümüz ifa edib özümüz oynadıq. Və sonra da növbəti dərsimizə girdik. Bu artıq sonuncu dərsimiz idi. Bu dərsdən sonra da qrup yoldaşımla birlikdə dedik, həm gedək alış-veriş edək, həm də çox acıydıq. Və gəldik Papa John's-a, burada pizza sifariş elədik özümüzə 2 dənə. Çox ləzzətli idi həqiqətən. Daha sonra isə dedik alış-verişə başlayaq. Birlikdə hər yeri gəzdik, bütün mağazaları gəzdik. Hətta gəzmədiyimiz yerlər qalmadı. Və axırda belə bir cins şalvar bəyəndik. Bu şalvarlardan ikimiz də aldıq. Həqiqətən rahatlığı və əynində duruşu çox gözəl idi. Soruşanlar üçün Gənclik Mall Terranova'dan aldıq. Artıq evə qayıdıram. Gördüyünüz kimi videonun da sonuna yaxınlaşdıq. Ümid edirəm ki, sizlər üçün maraqlı video oldu. Video fikirləriniz varsa mənə rəylərdə də bildirməyi unutmayın. Sizləri sevirəm. Gələn vloqlarda görüşənədək.